Qrupların miqrasiyası ilə davam edirik, hörmətli izləyicilər. Dediyim kimi, bizdə 2 qrup var. Mail Enable Distribution Group. Bizdən tələb olunur ki, həmin qrupları miqrasiya edək yeni domena. Bunun üçün Target ADMT serverinə source domenində yaratdığımız SOMIG hesabı ilə daxil oluruq. Daxil olub Active Directory Migration Tools'u işə salırıq. Və işə salarkən belə bir xəta ilə qarşılaşa bilərsiniz. Bu xətanı aradan qaldırmaq üçün ADMT serverdə quraşdırılan SQL-a daxil olmaq gərək olacaq. Bunun üçün SQL server Management Studio tələb olunur. Daxil oluruq serverə, daxil oluruq Security bölməsinə, Login, New Login və Source domenində SOMIG hesabını tapırıq. Və User Mapping bölməsində ADMT database-nə owner yetkisi veririk. Yetki verəndən sonra qaydırıq. Proqramı bağlayırıq, yenidən açırıq və budur, proqram işə düşdü. Sağ düyməni sıxıb Group Account Migration bölməsini seçirik. Next düyməsini sıxırıq. Burada boş olarsa, əllə daxil edirik SourceNet, Domain Controller'i seçirik. Target.com, Target Domain Controller seçirik və Next düyməsini sıxırıq. Select Groups. Source domenində gerəkən qrupları tapırıq. Sales və Accounting. Next. Göstərir ki, hara miqrasiya olunacaqlar. SourceNet OU-sunun altında Groups OU-su var. OK düyməsini basırıq. Tam necə deyirlər, bilək ki, Stata Experimentə yoxlayırıq. Orada elə bir qrup var, yoxsa yox? Yoxdur, hələ ki, yoxdur qruplar. Next düyməsini sıxırıq. Qeyd edirik qrup üzvlərini yenilə və qrupların SID hesablarını miqrasiya et. Source domenində administrator yetkisinə malik olan bir hesabın məlumatlarını qeyd edirik. Next, Migrate and Merge Conflict Objects qeyd edib Next düyməsini sıxırıq. Finish və miqrasiya başlayır. Gördüyünüz kimi, miqrasiya sona çatdı, 2 hesab kopyalandı və refresh edərəksə hesab qrupları görürük. Amma qrupların üzvlüyü hələ ki boşdur. Exchange serverdə qayıdıb Target Exchange serverdə qrupları yoxlayırıq. Distribution qrupları bildiyimiz kimi miqrasiya etmək mümkün deyil. Bu səbəbdən də onları yenidən re-enable eləmək gərəkəcək. PowerShell ISE ilə də işləyə bilərik artıq. Burada çətin bir şey yoxdur. PowerShell ISE bu Integrated Scripting Environment-dir. Mənim bir balaca skriptim var. Miqrasiyaya aid yenə də balaca bir komandalar toplusudur, belə deyək də. Bunu da sizə təqdim edəcəm SkyDrive üzərindən. Exchange ilə çalışa bilməmiz üçün Exchange serverdə ISE-ni açıb birinci komandanı F8 ilə yerinə yetiririk. F8 ilə yerinə yetirildikdən sonra komanda Exchange serverin PowerShell-unun komandletləri import olunur PowerShell ISE-yə. Bu qədər. Əgər Exchange serverinin komandalarından birini axtarsaq, görərik ki, ISE çalışır. Bəli, bu qədər.
Nə edirik? Enable distribution group komandləti ilə sales qrupu üçün mail enable edirik. Komanda yerinə yetirildikdən sonra görürük ki, qrup yarandı, mail enabled group kimi. Və primary SMTP ünvanı sales əşarəsi source.net-dir. Niyə source.net-dir? Çünki biz biraz öncə email adres polisi yaratmışdıq. Onun nəticəsidir ki, email adres polisinin işləməsi nəticəsində primary SMTP adres avtomatik olaraq source.net kimi təyin olur. Hələlik, yəni keçirək bu vəziyyətə rahat çalışa bilməmiz üçün. İkinci qrupumuz üçün də mail enable edirik. Gördüyümüz kimi həmin qrup üçün də account enable oldu. GCP üzərindən yoxlayırıq, qruplar yoxdur. Refresh elədikdən sonra qruplar yarandı avtomatik. Daxil oluruq qrupların ayarlarına. Delivery Management bölməsində təyin edirik ki, bu qrupa həm daxili, həm xarici istifadəçilər mail göndərə bilsinlər. Mail hesabını yoxlayırıq, hər şey yerində. Eyni ayarları ikinci qrup üçün də yerinə yetiririk. Delivery Management bölməsində Senders'ı enable edirik və qrupu yoxlayırıq. email ünvanını yoxlayırıq. Amma Active Directory üzərindən yoxlayarsaq, qrupların boş olduğunu görəcəyik. İstifadəçi hesabları miqrasiya ediləndən sonra avtomatik qrup üzvləri yenilənəcək olardı. Qruplar miqrasiya edildi və onlar üçün mail hesabları enable olundu. Keçirik növbəti addımımıza. Bu kontaktların miqrasiyasıdır. Kontaktların miqrasiyası, mail enabled kontaktların miqrasiyası ona görə lazım ola bilər ki, sizin hər hansı bir istifadəçinizin mail hesabı ya xarici təşkilatın bir mail hesabına forward ola bilər və yaxud da öz Gmail, Google hesablarına forward ola bilərlər. Baxırıq, bizim source domenimizdə mail enabled kontakt var, yoxsa yox. Görürük ki, var, test adında. Edirik get mail contact test FL göstərsin bizə external mail adres. Görürük ki, test.contazo.com-dur. Yaxşı, bəs bizim hansı mail hesabımız test.contazo mail bu kontakta forward olub? Bunu tapmaq üçün başqa bir komandanı yerinə yetiririk. Get mailbox result size unlimited. Əgər sizin istifadəçilərin sayı 1000-dən çoxdursa və hardakı forwarding adres not like 0 unlimited yenə də hərf səhvli buraxmışam. Forwarding. Görürük ki, Paul Davis hesabı forward olunur. Yəni göstər bizə format table after size forward olunmuş mail hesabının aliasını göstər.
forwarding adresi göstər və delivery optionsları göstər. Görürük ki, Paul Davis hesabı test.contazo.com mail ünvanına forward olub və təyin olunub ki, Paul Davis source.net ünvanına gələn maillərin bir kopyası özündə saxlanmaq şərti ilə digəri yönləndirilsin test.contazo.com ünvanına. OK. Tapdıq. İndi nə edirik? İndi kontaktı eksport edirik. Kontaktı eksport etmək üçün gördüyümüz bu komandanı yerinə yetirmək lazımdır. Siz yerinə yetirərkən domeninizə uyğun dəyişiklikləri etməlisiniz. Paste və enter. Yoxlayırıq C diskinin kökünü. Görürük ki, CSV fayl yarandı. Həmin bu CSV faylı atırıq targetin domen kontrollerlərindən birinə. Kopyalayırıq C diskinin kökünə və keçirik target domen kontrollerlərdən birinə. Lakin import etməmişdən öncə biz bu CSV faylı redaktə etməli olacaq. Gördüyümüz bu ünvanın targetdə də eyni olması və yaxud da biz targetdə olan ünvana bərabər olması lazımdır. Burada məndə hər şey demək olar ki, identikdir. Sadəcə OU-da source və DC domeni dəyişirəm. Bu hissədə yazıram target net.com ilə əvəz edib faylı yadda saxlayıram. Import etməmişdən öncə yoxlayırıq ki, həmin adda kontakt var yoxsa yox. Görürük ki, yoxdur və kontaktlar siyahısında refresh edəsək görərik ki, yoxdur. CMD-ni administrator adından açırıq və gördüyümüz bu komandanı yerinə yetiririk. Budur. Komanda uğurla yerinə yetirildi. İndi refresh edirik, görürük ki, kontakt yarandı. Və Exchange-i refresh edirik, görürük ki, kontakt yaranıb artıq. Kontaktların miqrasiyası haqqında bu qədər. Kontaktların miqrasiyası biraz çətin ola bilər. Niyə? Çünki sizin yüzlərlə kontaktınız ola bilər. Və bu CSV faylı manual olaraq hər bir kontakt üçün redaktə etmə məcburiyyətində qala bilərsiniz. Təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər.